The land for which the blood of its Torpaq defenders uğrunda ölən shed varsa is vətən. called the motherland. 30 il əvvəl düşmən xaincə Azərbaycanın qəlbi olan Qarabağı qoparmağa çalışanda Azərbaycan xalqının şanlı oğulları vətənin müdafiəsinə qalxdılar. Onların çoxu bu müharibədə şəhid oldular. Şəhid, vətən, din, torpaq, ailə və ədalət uğrunda ölən adam. Nə qədər ki, şəhid ölümü ağır etkidirsə, bizdə kədər və qəm hissi yaradırsa, bir o qədər də bizim xalqımız üçün qəhrəmanlıq nümunəsidir. Sərvətimiz, milli qürur yerimizdir. Birinci Qarabağ müharibəsi qəhrəmanlarının torpağa tapşırıldığı Şəhidlər Xiyabanı Azərbaycanlıların ziyarət yeridir. Qəbirdaşlarının üstündə bir tarix yazılıb, 1992-ci il. Azərbaycanın milli qəhrəmanı Albert Ağarunovun son mənzili buradadır. Albert, nasıl milletiniz? Yahudi. Yahudiler Azerbaycan toprağını korumalı. Ona görə mən bu torpaqda yaşayıram. Doğulmuşam burada, yaşayıram da burada. Heç nə məcbur eləmir. Yurdum yuvam məskənim sən Azərbaycanım, anam doğma vətənim sən Azərbaycanım. There were 10 children in the Ağarunovlar ailəsi çox uşaqlı idi. 10 uşaqdan 8-i oğlan, 2-si qız idi. Albert ailənin son beşiyi idi. O, 25 aprel 1969-cu ildə Bakı şəhərində dünyaya gəlmişdi. O biri uşaqlar kimi o da bağçaya getmirdi. Ana evdar qadın idi. Özü uşaqları tərbiyə edirdi. Ailədə yalnız ata çalışırdı. O neftçi idi. Ağarunovlar Suraxanı rayonunda Əmircan qəsəbəsində geniş 5 otaqlı mənzildə yaşayırdılar. Bütün uşaqlar 154 saylı məktəbdə oxuyurdular. Hazırda bu məktəb Albert Ağarunovun adını daşıyır. At the Heroes Corner. Məktəbdə qəhrəmanın şərəfinə güşə yaradılır. Burada hər zaman təzə güllər qoyulur. Qəhrəmanın büstünün yanında məktəb tədbirləri keçirilir. Qardaşının sözlərinə görə Albert uşaqlıqda fərqli idi. Sakit idi. Amma yalnız ona məlum oğlan prinsiplərini müdafiə etmək gərəkliyində dalaşqan idi. Suraxanı uşaqlarının davaları son dərəcə şiddətli deyildi. Əmircan çox maraqlı yerdir. Burada Azərbaycanlılar, Tatarlar, Ruslar, Ləzgilər sülh və əmin-amanlıq içində yaşayırdılar. Multikultural Azərbaycanın əsl aynası. Cultural Azerbaijan. After school, Albert enters professional secondary. Məktəbdən sonra Əzizbəyov rayonu 101 saylı texniki peşə məktəbdə sürücü mexanik ixtisasına yiyələnmişdi. 1987-ci ildə Dirjinski adına maşın qarma zavodunda tokkar işləməyə başlayır. Ağarunov həm də musiqi məktəbində turba sinfində oxuyurdu. Maşın qarma zavodunda tokkar işlədikdən sonra 1987-ci ildə Sovet ordusu sıralarına çağırılır. Gürcüstanda təlim hissədə kursant kimi xidmət edərək kiçik serjant rütbəsini alır və bundan sonra tank komandiri təyin olunur. Ordu sıralarında Albert özünü yalnız müsbət tərəfdən göstərir. O, qvardiya və Sovet ordusu əlaçısı, döyüş nişanları ilə tərtib olunur. Hissə komandirlərindən təşəkkürnamələr alır. 1989-cu ildə Albert baş serjant rütbəsi ilə Sovet ordusu sıralarından tərxis edilir və Suraxanı maşın qarma zavodunda tokkar vəzifəsinə bərpa olunur. During this period, Armenia
Bu dövrdə Ermənistan mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edərək yenidən Azərbaycana ərazi iddiaları irəli sürür. Sovet İttifaqının rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-nin rəhbərliyi və xaricdə erməni diasporası 1923-cü ildə Azərbaycan SSR tərkibində yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətin Azərbaycandan ayrılması və Ermənistan SSR-yə birləşdirilməsi üçün 1980-ci illərin sonunda məqsədyönlü hərəkətlərə keçdilər. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ Muxtar Vilayəti və Azərbaycan SSR-nin Şaumyan rayonu hüdudlarında qondarma Dağlıq Qarabağ Respublikası elan edildi. Dekabrın 10-da isə referendum keçirildi. Bu vaxta qədər açıq şəkildə ərazi iddiaları səsləndirən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı. Thus, the conflict moved into a new hot Bununla da münaqişə yeni qaynar mərhələyə keçdi. Birinci Qarabağ müharibəsi başladı. Hərbi kampaniya dövründə Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc Azərbaycanlı əhalini amansızlıqla qətlə yetirirdilər. Azərbaycanlılar etnik təmizləməyə və soyqırımına məruz qalıblar. Agaronov went as a volunteer to the front. Agaronov könüllü olaraq cəbhəyə yollandı. Çünki doğulduğu torpaq üçün döyüşdüyünü hesab edirdi. Albertin hərbi ixtisasına tələbat böyük idi. İstənilən müasir ordunun zirehli yumruğu olan tankçılar o zamanlar yeni yaranmaqda olan silahlı qüvvələrimiz üçün son dərəcə zəruri idi. Buna görə də təsadüfi deyil ki, ixtiyarına nəhəng döyüş maşını alan Agaronov 18-ci əsrdə Pənahəli xan tərəfindən əsası qoyulmuş. Dişlərini keçilməz qalanın divarlarında sındırmış bir çox işğalçılara şahid olmuş və o dövrün görkəmli sərkərdəsi Məhəmməd Şah Qacarın aylarla davam edən mühasirəsinə tab gətirmiş Şuşanın müdafiəçiləri sırasında idi. After the outbreak of the Karabakh War, Qarabağ müharibəsi başladıqdan sonra 1991-ci ilin sonundan etibarən olduqca böyük hərbi strateji və mənəvi siyasi əhəmiyyətə malik Şuşa şəhəri mühasirəyə düşmüşdü. Şəhərə güclü hücum gözlənilirdi. Şuşaya ancaq Laçın yolu açıq idi. O zaman keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının tərxis edilmiş 22 zabiti daxil olmaqla 180 əskəri ermənilər tərəfinə keçmişdi və onların sərəncamında 96 ədəd zirehli texnika var idi. Düşmənin hər an hücuma keçəcəyi məlum olsa da şəhərin müdafiəsi çox zəif olmuşdu. Şuşanın müdafiəsinə cəmi 24 ağır hərbi texnika cəlb edilmişdi. Bunların isə çoxu işlək vəziyyətdə deyildi. Hərbi rabitənin işi, Şuşanın müdafiəçilərinin hazırlıq səviyyəsi, orduda nizam-intizam çox aşağı səviyyədə idi. Hücumdan 2 gün əvvəl Şuşanın ətraf aləmlə əlaqəsi tam kəsilmişdi. Tank batalyonunun komandiri Albert haqqında belə xatırlayır. Albert erməni hərbi texnikasından özü dediyi kimi Yəhudi buterbrodu düzəltməyi sevirdi. Üz-üzə hərəkət edən BMP və ya hərbi maşının yaxınlaşdığı zaman atəş açırdı və bir top mərmisi ilə 2 hərəkətli olan obyekti məhv edirdi. Düşmən onun başı üçün böyük mükafat vəd edirdi. 5 milyon rubl. Agaronovun qısa döyüş yolunun ən təsirli epizodu rəhbərlik etdiyi kiçik dəstənin Şuşadan birbaşa Xankəndiyə həyata keçirdiyi reyd idi. Azərbaycan əskərlərinin erməni işğalçılarda yaratdığı çaxnaşma, qızğın döyüş, düşmənin yanan texnikası və təlaş içində çırpınan erməni quldurları hamının yadındadır. Bu reyddən sonra onlar əməlli başlı Albertin ovuna çıxdılar. Ermənilər onlara qorxu və alçalma hissini yaşadan adamdan qisas almaq arzulayırdılar.
Qısa cəhbə məlumatlarına görə 1992-ci il mayın 8-də səhər tezdən kiçik serjant Albert Ağarunov son döyüşünə girir. 2 düşmən tankı və çox sayda canlı qüvvəsini məhv edir. Qeyd etmək istəyirik ki, 442 saylı tank Şuşa şəhəri yaxınlığında vurulub. Bu, işğalçı qüvvələrin şəhərə hücumu zamanı şəhərə daxil olmağa çalışan ilk tank idi. Sonralar ermənilər bu yanmış tankı boyayıb Şuşanın girişində heykəl kimi qoymuşdular. Hər il Şuşanın işğal günündə işğalçı dövlət nümayəndələrinin iştirakı ilə tankın ətrafında tədbirlər təşkil edirdilər. Döyüş məlumatlarından Ağababa Hüseynovla birlikdə qalmış bölük komandiri Albert Ağarunovun idarə etdiyi tank məharətlə manevr edib döyüş meydanına çıxdı və yaxından atəş açaraq düşmən tankını vurdu. Bir qədər sonra Ağarunovun ekipajı düşmənin ikinci tankını vurur. Mövqeyi dəyişəndə Ağarunov tankının qarşısında yerdə həlak olmuş Azərbaycan əskərlərinin cəsədlərini görür. O, cəsədlərin üstündən keçmək istəmir və döyüş maşınından çıxır. Həlak olmuş əskərləri çıxarmağa başlayır və bu zaman erməni snayperin gülləsindən həlak olur. Onun ölümündən sonra Azərbaycan tankçıları öz döyüş maşınlarını Albert adlandırırlar. 1992-ci il may ayının 8-də Şuşa işğal olunur. On June 7th, 1992, 7 iyun 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi və dinc əhalinin təhlükəsizliyinin təminatı zamanı göstərdiyi şücaətə və mərdliyə görə Albert Ağarunoviç Ağarunova ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı layiq görülür. Milli qəhrəman medalını Albertin bacısı Sofiya Məmmədovaya Azərbaycan prezidenti Heydər Əliyev şəxsən təqdim edir. Təbrik edirəm. Təbrik edə bilərsiniz ki, sizin qardaşınız qəhrəmanlıqdır və milli qəhrəman kimi Azərbaycanın torpaqlarının müdafiəsində əmək edir. there is a memorial plate installed on the house. Onun yaşadığı evin üstündə memorial lövhə yerləşdirilib. Portretdəki qıvrımsaç qarabuğdayı oğlan həyatdan çox sevdiyi və uğrunda düşmənlə bərabər olmayan döyüşdə canını qoyduğu doğma küçəyə baxır. Qırmızı qəsəbədə küçələrdən biri Albert Ağarunovun adını daşıyır. Binalardan birinin divarında milli qəhrəmanın şərəfinə xatirə lövhəsi qoyulur. In 2004, the Albert 2004-cü ildə Bakıda Xabad Or Avner Yəhudi məktəbində Albert Ağarunov muzeyinin açılışı oldu. 8 may 2014-cü ildə Dədə Qorqud Milli Fondunun, Ağsaqqallar Şurasının, Respublika Veteranlar Şurasının və Azərbaycan Dünyası qəzetinin qərarı ilə Şuşa uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə Albert Ağarunov Vətən oğlu ordeni ilə təltif olunur. Orden qəhrəmanın qardaşı Rand Ağarunova təqdim olunub ölümündən sonra. 6 may 2016-cı ildə Ağarunov Həzi Aslanov ordeni ilə təltif olunub ölümündən sonra. Orden Dədə Qorqud Milli Fondunun rəhbəri tərəfindən qəhrəmanın qardaşı Rand Ağarunova təqdim olunub. 15 noyabr 2019-cu il tarixində Bakı şəhərində Albert Ağarunovun abidəsinin açılışı oldu. Since July 12th, 2020, 2020-ci ilin 12 iyulundan başlayaraq erməni təxribatları mütəmadi hal aldı. Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq sentyabrın 27-sində Azərbaycan ordusu əks həmlə əməliyyatına başladı və 44 gün davam edən vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu.
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusu tərəfindən icra edilmiş Dəmir Yumruq əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. İşğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi. 8 noyabrda Şuşanın azad olunması Erməni ordusunun müqavimətini tamamilə sındırdı. However, the provocations of our media Lakin Ermənistanın və qeyri-qanuni rejimin qalıqlarının təxribatları bitmədi. 2023-cü il sentyabrın 19-da Azərbaycan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ İqtisadi rayonunda törədilən geniş miqyaslı təxribatların qarşısının alınması məqsədi ilə bölgədə antiterror əməliyyatına başladı. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı. Qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa, boz zonaya son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi. 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının dövlət bayrağını ucaltdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən zəfərin 3-cü ildönümünə həsr olunan hərbi parad keçirildi. Tank number 442, which was Albert Agarunovun ekipajı ilə məhv etdiyi ermənilərin qələbə simvolu olan 442 nömrəli tank isə Xankəndi Şuşa yolundan götürülərək Vətən müharibəsindən sonra yaradılmış Qənimətlər Parkına gətirildi. Albert Agarunovun döyüşdüyü 533 bort nömrəli T-72 tankı Bakıda Azərbaycan Hərb Tarixi Muzeyində yerləşir. Vətənimin mərd ürəkli övladı. he gave his young life for his O gənc həyatını vətən uğrunda fəda etdi. Sevimli musiqi aləti tubanı tankın topuna dəyişmişdi. Azərbaycanın igid oğulları bir daha sübut etdilər ki, milli himnimizin sözləri səndən ötürü can verməyə cümlə hazırız, səndən ötürü qan tökməyə cümlə qadiriz. Təsadüfi deyil və sadəcə sözlər deyil. Vətən təhlükədə olanda onun oğulları milliyyətindən asılı olmayaraq dəmir yumruğa birləşirlər və düşmənə məhvedici zərbə yetirirlər. Onlar öz dövlətinə, bayrağına, özününki hesab etdiyi xalqa sadiq qaldılar. Bu xalqın qəlbində onlar əbədi yaşayacaqlar. Səbail tank taborunda o bir inci Ambisiyalıdır əmircanlı yəhudi gənci Düşmən sevməz döyüşdə belə nadinci Elə bir and içib, sonuna qədər qan içib Dövran keçir, səni yad edir ordu Şuşa, Daşaltı, çox döyüşlər oldu Çox da 70 tankına yem oldu Sənin öz metodun, yəhudi buterbrodun Nə irqinə görə, nə də irsinə görə Ya mən ölərəm dedin, ya da dünya tərsinə dönər Sönər gözümdə günəş, vətən getsə əldən Mən bir gənc gizir bu torbağa həmdəm Səmimi qəlbdən istəsəm səsimi duyar Ey şəhidləri özünə çəkən xeyir dua ver Cənnətdə qəhrəmanımızı görsən sual ver Şallam Aqarunov